və qəlb Allah Subhanahu wa Taala doğru səfər eləmək üçün, Allahı sevmək, Allaha yönəlmək üçün yaradılmış bir orqandır, belə deyək. Və qəlb Allahın baxdığı yerdir, həmçinin təqvanın və ağlın qabıdır, yeridir və sınaq və təmizlənmə məkanıdır. Əslində qəlbin gördüyü işlər bədən üzvlərinin gördüyü işdən daha mühümdür. Çünki qəlb bədən üzvlərinin hökmdarıdır. Bədən üzvləri qəlbə tabedir. Qəlb düzələrsə bədən düzələcək, qəlb xarab olsa bütün bədən xarab olacaq. Qəlb nurlansa bədən nurlanacaq. Qəlb qaralsa bədən də qaralacaq, zülmətə dönəcək. Ona görə şeyx deyir ki, qəlbin deyir, müxtəlif halları var. Qəlbin sirləri var, qəlbin qəribəlikləri var. Qəlb var ki, görür, qəlb var kordur. Qəlb var sağlamdır, qəlb var xəstədir. Qəlb var diridir, qəlb var ölüdür. Qəlb var ki, qapqaradır, qəlb var ki, ağappaqdır. Qəlb var ki, təmizdir, qəlb də var murdardır. Qəlbin də necə halları var. İndi fikir ver ki, o İbn Qeyyim rahmehullah soruşur, Şeyxülislam İbn Teymiyədən soruşur. Deməli Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə deyir ki, Allahım deyir, mən qəlbimi qarla, buzla, dolu ilə yox. İbn Qeyyim deyir ki, yəni baxdım ki, deyir, qarla necə buzla, dolu ilə yoxsun. Yəni çirk adətən isti şeylə təmizə çıxır da, bütün təmizlənir çirk paltardan. Və ağ paltar təmizlədiyin kimi qəlbimi qarla, dolu ilə, buzla yox. Və Şeyxülislam İbn Teymiyədən soruşur. İbn Teymiyyə deyir ki, bəs qəlb deyir, şəhvətlərdən deyir, qəlb deyir, bəzən alovlanır və qəlbə o günahlar nəcis salır, murdarlayır qəlbi deyir. O da deyir, ancaq o soyuq suyla, buzla və qarla təmizlənir. Ona görə də şeyx deyir ki, bəs qəlb bəzən murdarlanır və bəzən də qəlb təmiz olur. Ona görə qəlbin insanın bədənində böyük rolu var və mühüm rolu var. İnsan gərək bunu mütləq anlasın və bunu dərk eləsin. Qəlbin insanın üzərində olan rolunu. Çünki o ölsə, bütün bədən ölür, iman ölür. O sağlam qalsa, insan da yoxsa sağlam qalır. Ona görə müəllif deyir ki, yəni bu kitabı, risaləni yazmaqda əsas məqsəd nə idi? Qəlb haqqında məlumat vermək. Və qəlb iki cürdür. Birinci, insanın köksünün sol tərəfində yerləşir və bədənə qan vuran bir ət parçasıdır, orqandır. Bu insanda da var, bu bioloji olaraq heyvanlarda da var. Mənəvi olaraq da qəlb elə bir maddi qəlblə əlaqəsi var. Yəni hansı ki Quranda, sünnədə o dediyimiz ki qəlb var, nurlanır, zülmət olur, həmçinin murdar olur, təmiz olur, qaralır. O qəlbin maddi qəlblə əlaqəsi var. Elə bir insanın dərk etməsi üçün, iman gətirməsi üçün, o duyğularını hiss eləməsi üçün o qəlbin bu qəlblə əlaqəsi var. Ona görə də yəni bu mövzuları bilmək mühümdür və bu kitabda, risalada şeyxin gətirdiyi mövzular əsas Şeyxülislam İbn Teymiyyə, İbn Qeyyim və İbn Rəcəb Əl-Həmməd rahimehullahın sözlərindən ibarətdir kitab. Ən birinci müəllif gətirir ki, ən birinci qayda qəlbin zəkatı. Qəlbin zəkatı elə bil, yəni bədənin zəkatı kimidir. Zəkat nə deməkdir? Ərəb dilində zəkat yəni bildiyimiz şey zəkat deyil də, yəni nəyisə çıxartmaq. Zəkat sözünün lüğəti mənası yəni təmizlənmək mənasındadır. Qəlbin ehtiyacı var qardaşlar tərbiyələnməyə. Qəlb ehtiyacı var ki, insan qəlbini tərbiyələndirsin, hətta qəlb kamil olsun, islah olsun və nəcat tapsın ki, bədən də onunla bərabər nəcat tapsın. Necə ki, insan bədəni qidana azuqələndiyi kimi, qəlbin də azuqəsi var. Və insanların çoxsu deyil, bədənlərinin azuqəsi üçün çalışırlar. Elə insan var ki, deyir ki, yox, mən misal üçün ağ çörək yemirəm, mən zərərdir. Bu birisi deyir ki, mən misal üçün şəkər istifadə eləmirəm, zərər şəkərəm var. Və yaxud da o birisi deyir ki, mən filan şey istifadə eləmirəm. Bədənini qorumaq üçün hətta bəzi yeməklər tərk edir və yaxud da bəzi xüsusi yeməklər pulla alıb yeyir. Amma deyir şeyx deyir ki, amma qəlb üçün deyir bu şeyləri eləmirlər. Əksəriyyət insanlar qəlbə bu qayğını göstərmirlər. Halbuki qəlbin bədən üzərində rolu, qəlb hökmdardır da, başçıdır birbaşa. O nə olsa bədən də elə olacaq. Ona bağlıdır.
Halbuki insanlar ən çox nə etməlidir? Qəlbə daha çox diqqət göstərməlidirlər. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Allah la yanzur ila əcsadikum və la ila suvarikum, velakin yanzur ila qulubikum." Allah sizin cəsədlərinizə, bədənlərinizə baxmaz, surətlərinizə baxmaz, siz qəlblərinizə baxar və əli ilə işarə edir. Allah Rəsulü sallallahu əleyhi və səlləm qəlbinə işarə edir. Məhz o cəhətdən Allah Təala buyurur ki, ayədə deyir ki, Allah Subhanahu taala qad əfləhə mən zəkkəhə və qad xabə mən dəssəhə. Qad əfləhə mən zəkkəhə. Yəni qəlbini təmizləyən nicat tapdı. Ona görə müəllif deyir ki, "İnnə səadətə məqrunatun bi təzkiyətil qalb." Yəni Quran və sünnəyə baxsaq, səadət kəlməsi, səadət sözü, xoşbəxtlik nə ilə yanaşı gəlib? Qəlbin təmizlənməsi ilə. Qəlbin təmizlənməsi ilə və yaxud təmizlənməməsi ilə gəlib. Fikir versən nə dedi Allah Teala? Dedi ki, "Qad əfləhə mən zəkkəhə." Artıq səadət qazandı, uğur qazandı, necat tapdı, qəlbini təmizləyən. Bədbəxt oldu o günahlara batıran. Deməli, səadət və xoşbəxtlik və bədbəxtlik qəlbin təmizlənməsi və onu təmizləməməklə bağlanır. فَمَا أَسْرَ النُّفُوسُ وَأَحْلَكَهَا مِثْلُ مَعْصِيَةِ اللّٰهِ وَمَا أَكَبَّرَهَا وَشَرَّفَهَا وَأَسْعَدَهَا مِثْلُ طَاعَةِ اللّٰhi. Necə ki deyir, insanı Allaha asiley, kiçildir, alçaldır, hörmətdən salır, eləcə də deyir, itayət insanı ucaldır, böyüdür və şərəfləndir və xoşbəxt edir. Və Allah Teala buyurur ki, Quran-ı Kərimdə: "Və rəhməti vəsiyyət kullə şey." Rəhmətim hər şeyi əhatə elədi. "Fəsəəktubuha lillezine yettaqun və yu'tuna zəkat." Mən onu kimə yazdım deyir, rəhmətimi? Səəktubuha. Kimə yazdım? Yəni kimə vacib etdim? Allahdan qorxanlara və zəkat verənlərə. Burada zəkat deyəndə o zəkat qəsd olunmur. Malın zəkatı qəsd olunmur. Müəllif deyir ki, İbn Abbas və Həsən radiyallahu anhuma deyir ki, burada zəkat nədir? Bədənin təmizlənməsi və qəlbin təmizlənməsi qəsd olunur. Yəni burada zəkat Allaha itaat və Rasuluna itaat qəsd olunur. Yəni mən o rəhmətimi kimə yazdım deyir? Allahdan qorxan və Allah və Rasuluna itaat edənlərə yazdım. Və qiyamət günü insanlar iki qism olacaq. İki qism. Mücrim, bir də mümin. Günahkar, bir də mömin. Və salam. Üçüncü qism yoxdur. Allah Teala Quranda buyurur ki, Taha surasında: "İnnehu men ya'ti rabbahu mujriman fe inne lehu cehenneme la yamutu fiha ve la yahya." Kim Rəbbinin yanına günahkar kimi gələcəksə, onun üçün cəhənnəm var. Orada nə öləcək, nə də yaşayacaq. Əbədi yaşayacaq, nə də əbədi öləcək. "Və men ya'ti mu'minan." Kim Rəbbinin yanına mömin kimi gələcəksə, qad amilə salihat. Hansı ki bundan öncə salih əməllər etmişdi. فَاُولَٰئِكَ لَهُمْ دَرَجَاتُ الْاُولَى. Onlar üçün uca dərəcələr vardır. Cənnət-u adnin təcri min təhtihəl ənhər. Altından çaylar axan cənnətlər vardır. Xalidinə fiyhə. Orada əbədi qalacaqlar. Zəlikə cəzəu mən təzəkkə. Fikir ver sonda. Zəlikə cəzəu mən təzəkkə. Bu özünü təmizləyənlərin mükafatıdır. Bu özlərini təmizləyənlərin mükafatıdır. Yəni bizə qardaşlar, artıq bu mövzu bizə bəlli olandan sonra, biz bu mövzunu biləndən sonra, buna olan ehtiyacımızın şiddətini anlayandan sonra biz nə etməliyik? Biz Qurandan və imandan yapışmalıyıq ki, biz qəlbimizi təmizləyək və sünnədən yapışmalıyıq ki, qəlbimizi təmizləyək. Və necə ki bədənimiz qidalandırırıq, eləcə də hər gün özümüzə qəlbimizi qidalandırmaq üçün əməl etməliyik. Hər gün ki, hətta həlak olmayaq. Və ləbuddə mə'ədəlik min mənə və mə'yədur. Həmçinin də mütləqdir ki, biz qəlbimizə zərər vuran şeyləri özümüzə qadağan eləyək. Necə ki insan, qardaşlar, yəni bilirsin necədir? Yəni insan həkimə gedir, həkim deyir, sən öləcəksən. Şəkərsən, şəkər yesən öləcəksən sən. Sən şəkər xəstəsindəndir. Bax, şəkər yesən, şirniyyatdan istifadə edirsən öləcəksən. Şəkərin qalxacaq. İnsan necə şəkəri tərk edir bəzən? Ölməmək üçün, canını qorumaq üçün. Bəzən insan necə müəyyən qidalar var ki, insan o tərk edir. Həkim deyir ki, sənə olmaz, sənin mədən xəstədir və yaxud da sənin filan problemin var. Eləcə də biz bilməliyik ki, bizim imanımıza zərər vuran şeylər tərk etməliyik. Çünki bədəni təmizləmək, qəlbi təmizləmək nə deməkdir? Əsildir, kökdür. Bərəkət və xeyir oradadır. Əgər onu etməsək, nə hasıl olacaq? Şər hasıl olacaq. Və ona görə müəllif deyir ki, "Ət-təzkiyətu təcmə beynəl əmreyn." Təzkiyə insanın təmizlənməsi iki şey cəm edir özündə. Ya
Ziyadatul xeyr, çoxlu xeyri əldə edirsən, ya da izalatul şər, özündən nə qədər şərri dəf edirsən. Mütləq bu iki şey insan cəm edir. Bir insan öz nəfsini, qəlbini təmizləməyə başlayanda itaətlərlə, o mütləq bu iki şeydən birini əldə edir. Ya çoxlu xeyri əldə edəcək, ya da nə qədər şərdən qurtulacaq. Nə qədər şər ondan izal olacaq. Müəllif buyurur ki, deyir ki, asiliklərdir, bədəndədir, pis xəstəliklərə bənzəyir, deyir. Asiliklər bədəndə və pis xəstəliklərə bənzəyir. Necə ki, insan o pis xəstəlikdən xilas olanda nə edir? Rahat olur. Asiliklər də elədir. İnsanda asilik olanda, Rəbbinə qarşı asilik olanda, bədən, qəlb elə narahat olur. İnsan əgər günahlardan uzaq durarsa və tövbə edərsə, deyir, necə təmizlənir və qəlbi xilas olur bu şeylərdən. Və deyir, bədən də deyir, istirahət edir. فَلَا سَبِيلِ إِلَّا زَكَةُ الْقَلْبِ إِذَنْ إِلَّا بِالْتَهَارَةِ. Deyir ki, bunun üçün nə deyir? Ən birinci yol qəlbin təmizlənməsindən başlayır. Qəlbin təmizlənməsi və qəlbin paklaşmasından başlayır. Uca Allah buyurur ki, Quran-ı Kərimdə قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّ مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ذَلِكَ أَزْكَى لَهُمْ. Deyir, mömin kişilərdir ki, gözlərini haramdan qorusunlar və övrət yerini qorusunlar haramdan. Zəlikə əzkə ləhum. Bu təmizlik baxımından, yəni qəlblərinin təmizlənməsi baxımından, bədənlərin təmizlənməsi baxımından onlar üçün daha yaxşıdır. Burada deməli, bax fikir verin, bu ayədə Allah Subhanahu wa Taala təmizlənməyi nəyə bağladı? Gözə bağladı. Övrət yerini qorumağa bağladı. Ona görə alimlər deyir ki, "Əz-zikru lil-qalbi min mənziləti ğazəul cəsəd." Deyir ki, zikirdir, Allahı zikr eləməkdir, qəlb üçündür. Bədənin yeməyi kimidir. Necə bədən yeyəndə qüvvətlənir, enerji gəlir. Yemədən sonra zəifləyirsən də, vaxt keçdi başına əsməyə. Deyir, Allahı zikr eləmək deyir, qəlb üçündür, bədən üçün yeməyin mənziləsindədir, yeməyin dərəcəsindədir. فَكَمَا لَا يَجِدُ الْجَسَدُ إِلَّا ذَاتُ الطَّعَامِ مَعَ السَّقَمِ. Deyir, necə ki insandır, xəstələnəndə yeməyin dadını hiss eləyir, yox. Eləcə də deyir, qəlb, dünya sevgisi olanda qəlbdə o zikrin deyir, ləzzətini hiss eləmir. O zikrin şirinliyini insan hiss eləmir. Qəlbdə dünya sevgisi olanda. Ona görə də qul bilməlidir ki, və heç vaxtı qəlb təmizləmək olmayacaq, qəlbi təmizlənməyəcək, gözünü və övrət yerini qorumadıqca və həmçinin dünyanın sevgisini tərk etmədikcə. Allah Teala buyurur ki, Quran-ı Kərimdə, təbii ki, bunlar hamısı Allahın lütfü və neməti sayəsində baş verir. Yəni insan nəyə nail olursa təmizlənmək. Yalnız Allahın lütfü ilə təmizlənə bilər. Yəni Allah istəməsə heç kimi təmizlənə bilməz. Təbii ki, Allahın istəyi ilə nail olur insan buna. Necə ki, Allah buyurur ki, وَلَوْلَا فَضْلُ اللّٰهِ وَعَلَيْكُمْ وَرَحْمَتُهُ مَا زَكَ مِنْكُمْ مِنْ أَحَدٍ أَبَدًا وَلَكِنَّ اللّٰهَ يُزَكِّ مَنْ يَشَاءُ. Əgər Allahın lütfü və rəhməti olmasaydı, sizdən heç kim təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizləyir. فَلَا مُفْلِحْ إِلَّا مَنْ زَكَاهُ رَبَّهُ Subhanahu wa Taala. Yəni insan yalnız Rəbbi onu təmizə çıxartmadıqsa heç vaxt təmizlənə bilməz. Və Peyğəmbər sallallahu əleyhi və səlləm məşhur dualarından deyir ki, Allahumma ati nəfsə təqvaha və zəkkihə əntə xeyru mən zəkkəha əntə vəliyyuha və məvlaha. Allah mənim nəfsimi təmizlə, mənim nəfsimin təqvasını ver, daha doğrusu mənim nəfsimi təmizlə, sən onu ən gözəl təmizləyənsən, sən mənim nəfsimin sahibisən. Həmçinin də buradan bilinir ki, qardaşlar, insanın qəlbinin qidası, Aleyhisselam, buradan da bilinir ki, insanın qəlbinin qidası, onu gücləndirən şey nədir, qardaşlar? Tövhid və bir də namaz. Tövhid və bir də namaz. Tövhidə gəldikdə, tövhid qırılmaz bir ipdir. Ən əzəmətli səbəbdir qəlbin təmizlənməsi üçün, qəlbin möhkəmlənməsi üçün. Necə ki, Allah buyurur ki, qad əfləhə mən təzəkkə. Qəlbini təmizləyən nəcat tapdı. Yəni şirkdən təmizləyən nəcat tapdı. Qəlbin şirkdən təmizləyən nicat tapdı. Və la ilahe illallah deyib ona iman gətirib Allah təkləşdirən nicat tapdı. Allah Subhanahu wa Taala Musa əleyhissalama əmr edir ki, Fironu dəvət elə. Deyir ki, fəqul həl ləkə ilə ən təzəkkə. Ona deyir ki, təmizlənmək istəmirsən və əhdiyəkə ilə rabbikə fətəxşə. Və səni deyir, Rəbbinə tərəf yönəldim, Rəbbindən qorxan şeylərə yönəldim səni. Və fikir ver, Musa aleyhissalam Firona ilk dediyi şey nədir? Təmizlənmək istəmirsən deyir. Yəni şirkdən, küfürdən, günahlardan. Müəllif də deyir ki,
tövhidsiz təmizləmək mümkün deyil. Mütləq insan tövhidin əksini tərk eləməlidir ki, təmizlənə. Allah Teala deyir ki, innəməl müşrikuna nəcəs. Allah Teala deyir ki, müşriklər nəcisdir deyir. Qul innəmə ənə bəşərun mislukum yuhə iləyyə. Deyir ki, deyir, mən də sizə kimi bir bəşərəm, mənə vəhiy gəlir. İnnəmə ilahukum ilahun vahid. Sizin ilahınız tək olan Allahdır, tək olan ilahdır. Fəstəqimu iləyhi vəstəğfiruhu. Yəni, ona tərəf dönün və ondan bağışlama diləyin. Və baylun lil müşrikin. Vay olsun müşriklərə. Ellezine la yu'tuna zekate ve hum bil ahirethum kafirun. O kəslər ki, zəkat verməzlər, ahirətə də küfr edərlər. Müfəssirlər deyir ki, yəni o kəslər ki, təmizlənməzlər. Şirkdən uzaq durmazlar. İbn Abbas deyir ki, humullezine la yəşhədun ennallahu la ilahe illallah. Deyir, o kəslər ki, şahadət verməzlər ki, Allahdan başqa ibadət Allah məbud yoxdur. Yəni deməli tövhid təmizlənmək deyir, şirk sənədir, o qəlbi bulaşdıran nəcasətdir. Müəllif də deyir ki, həqiqətən də nəfsin heç vaxtı qurtuluşu, nəcatı, səadəti, kamilliyi yoxdur. Tək Allahı sevmədiyicə, tək Allahı özünə məbud bilmədiyicə, tək Allah təkləşdirmədiyicə. Namaza gəldikdə, namaz ən böyük səbəbdir tövhiddən sonra qəlbi təmizləyən. İnsanın qəlbini islah edən, onu kamilləşdirən ən böyük səbəbdir. Çünki namaz xuşunun elə bir əsas mənbəyidir. Xuşunun. Müəllif deyir ki, əgər deyir cəsəd, insanın bədəni az yeməklə kifayətlənmirsə deyir, qəlb necə deyir, yüngül namazla kifayətlənsin, tələmtələsi namazla kifayətlənsin. Deyir ki, mütləqdir ki, deyir, namaz deyir, necə olmalıdır? Qəlbi qüvvətləndirən şəkildə qılınmalıdır. Mütləq. İnnəs salətəlləti təğzi əl-qalb haqqan hiyyə salətəl hazil qalb. Fikir verdik, qəlbi o namaz deyir. Qidalandırır ki, sən o namazda sənin qəlbin oyaq olur. Özünü namazda hiss edirsən. Rəbbinin qarşısında hiss edirsən. Qəlbin onda o ibadətin əzəmətini, o ibadətin həzzini dadır. İnnəhə salatulleti ictəhədə sahibuha fi təkmilil xuşuihə və şurutihə. Həmçinin o namaz sənin qəlbinə gücləndirir ki, sən o namazı kamil şəkildə şərtləri ilə, xuşusu ilə, rükusu ilə, ərkanlarla bir yerdə, vacibətlərlə bir yerdə qılırsan. Deyir, o namaz ki, deyir, sənin qəlbini gücləndirir, o namaz ki, sənin göz bəbəyindir. O namaz ki, sənin qəlbin dünyadan orada istirahət edir, o namazda. Və o namazdan çıxanda sanki özünü türmədə hiss edirsən, deyir. O namaz, bəli, sənin qəlbini gücləndirir, sənin qəlbini qüvvətləndirir. Xülasə, qardaşlar, bu qaydadan istifadə etdik. Xülasə deyir, müəllif ki, bu qaydadan istifadə etdi ki, İzə ulimə ennəl qalbi bihəcəti ilə ən yurabbə bil-qadəbi ruhi ilə imani kəmə yuhtəcir bədən ilə ən yurabbə bil-qadəb. Deyir, biz deyir, bu qaydadan başa düşdük deyir, qəlbin deyir, tərbiyələnməyə ehtiyacı var. Və necə ki, insan bədəninin qidalanmağa ehtiyacı olduğu kimi, qəlbin də qidaya ehtiyacı var. Və qəlbin də ehtiyacı var ki, qəlb təmizlənsin, eləcə də bədən onunla bərabər təmizlənəcək, qəlb həmçinin qüvvətlənsin, onunla bərabər bədən qüvvətlənəcək. Və qəlbin təmizlənməsi də deyir, nə ilə baş verir? Tövhidlə və həmçinin namazla. Və bilmək lazım ki, bu da Allah Azze və Cəllə əlindədir. Allah istəmədikcə heç kim təmizlənə bilməz. Sadəcə də bilmək lazım ki, qəlbin təmizləyən saadət içərisindədir, onu günahlara batıran deyir, bədbəxtdir. Necə ki, Allah ayədə buyurdu ki, qadab ləhmən zəkkəhə və qad xabə mən dəssəhə. Qəlbini təmizləyən necə tapdı, onu günahlara batıran isə bədbəxt oldu. Qalsın inşallah ikinci qayda növbəti dərsimizə. Subhanəkallahumma bihamdik, əşhədu an la ilahə illə əstəğfiruka və ətûbu ileyh.